Yergüc kəndinə çatmışıq. Yergüc kəndinin deyə uzaqda qəbirstanlığı. Allah rəhmət eləsin. Əməlli başda millət yaşayır. Çox böyük qəbirstanlığı var. Amma kənd tərk edilib. Kənd tərk edilib. Ancaq belə xarabalıqlar. Bax, kimisə evi olub. Kimisə həyətin yanı olub. Sovet dövründən bəri tərk edilir bura. Bura Yergüc kəndidir. Yergüc kəndinin xarabalıqları. İndi yataq olub, kənd olub. Neysə olub bilməz ki. Amma yataq kənd olub. Çünki qəbirstanlıq çoxdur. Xınalı oradan görsənir. Yergüc kəndi də buradan görsənir. Kimsə evləri var. Niyə dağılır? Bax, bunlar niyə dağılır? Anladım. Meryem, o mənzərə gözəldir. Bak, kiminsə evi, oradan da qayalıq. Hadi ora bak. Gör ne güzel mənzərə. Oradan git. Oradan da çaya bak. Mağaraya bak Aydın. Ora bak, sol tarafa bak. Bura bak, evlerine, rəflərinə bak. Onların rəfləri de var. Bak, görürsən. Evin rəfinə bak. Əməlli yaşayış oldu.